Bismillahirrahmanirrahim. Bir kəndirbazı təsəvvür edin. İnce bir ipin üzərində yeriyir. Əlində uzun bir çubuq var. Əgər çubuğu çox sağa əysə, yıxılar. Çox sola əysə, yenə yıxılar. Onun sağ qalmasının tək yolu balansdır, tarazlıqdır. Bizim həyatımız da o ince ipdir. Sağ tərəf axirətdir. İbadət, zikir, məscid. Sol tərəf dünyadır. İş, ailə, qazanc, istirahət. Bəzi insanlar sağa əyilir. Dünya boşdur deyib işini gücünü atır, ailəsini unudur, mağaraya çəkilir. İslam bunu qəbul etmir. Bəzi insanlar sola əyilir. Həyat bir gündür, o da bugündür deyib namazı unudur, harama girir. İslam bunu da qəbul etmir. Bəs İslam nə deyir? İslam deyir ki, siz iki qanadlı quşsuz. Bir qanadınız dünya, bir qanadınız axirət. Tək qanadla uça bilməzsiniz. Bugün bu uzun səfərimizdə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi axirət üçün çalış düsturunu öyrənəcəyik. Gəlin İslamda rahibliyin, dünyadan əl çəkməyin olmadığını göstərən çox məşhur bir hadisəyə baxaq. Bir gün 3 nəfər Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin evinin qapısına gəldi. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin necə ibadət etdiyini soruşdular. Öyrəndikdə onlara bu ibadət az göründü. Düşündülər ki, Peyğəmbər günahsızdır deyə az edir, biz gərək çox edək. Və öz aralarında qərar verdilər. Birinci adam dedi, mən ömrümün sonuna qədər hər gün oruç tutacağam. Heç vaxt iftar etməyəcəyəm, yəni oruçsuz günüm olmayacaq. İkinci adam dedi, mən də hər gecə səhərə qədər namaz qılacağam, heç vaxt yatmayacağam. Üçüncü adam dedi, mən də qadınlardan uzaq duracağam, heç vaxt evlənməyəcəyəm. Onlar elə bildilər ki, dindarlıq budur. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bunu eşidəndə çox narahat oldu. Dərhal məscidə gəldi, insanları topladı və o tarixi xəbərdarlığı etdi. O sözləri deyənlər sizisinizmi? Allaha and olsun ki, mən Allahdan ən çox qorxağınızam. Amma mən bəzən oruç tuturam, bəzən yeyirəm. Gecənin bir hissəsini namaz qılıram, bir hissəsini yatıram və mən evlənirəm. Sonra o məşhur cümləni qurdu. Kim mənim sünnətimdən, yəni mənim yolumdan, tarazlığımdan üz çevirərsə, məndən deyildir. Əziz və dəyərli izləyicilər, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm yemir, içmir, yatmır deyə bir şey yoxdur. Dindarlıq ailəni atıb məsciddə yatmaq deyil. Dindarlıq ac qalmaq deyil. Dindarlıq haqqı haqq sahibinə verməkdir. Bədənin haqqını bədənə, Allahın haqqını Allaha. Əgər siz ibadət edəcəyəm deyə işinizi atırsınızsa, uşağınızı ac qoyursunuzsa, bu dindarlıq yox, zülmdür. Balansın nə olduğunu anlamaq üçün başqa bir möhtəşəm hadisəyə baxaq. Səhabi Səlman Farisi radiyallahu anh qardaşlığı olan Əbu Dərdanı ziyarətə getdi. Gördü ki, Əbu Dərdanın xanımı çox baxımsız, kədərli və köhnə paltarlar içindədir. Səlman soruşdu, bacım bu nə haldır? Qadın dedi, qardaşın Əbu Dərdanın dünya ilə işi yoxdur. Gündüz oruç tutur, gecə namaz qılır. Bizi tamam unudub. Evə girdi. Əbu Dərda sevinclə qarşıladı. Süfrə açdı, yemək qoydu. Özü isə yemədi. Mən orucam dedi. Nafilə oruc. Səlman dedi, sən yeməsən mən də yemərəm. Orucunu poz. Əbu Dərda məcbur qalıb orucunu pozdu və yedi. Gecə oldu. Əbu Dərda dərhal namaza qalxmaq istədi. Səlman, yat dedi. Bir müddət sonra yenə qalxmaq istədi. Səlman yenə yat dedi. Gecənin sonuna yaxın Səlman dedi, indi qalx və birlikdə təhəccüd qıldılar. Səhər olanda Səlman Əbu Dərdaya o qızıl qaydanı öyrətdi. Ey Əbu Dərda, Rəbbinin sənin üzərində haqqı var. Nəfsinin, yəni bədəninin sənin üzərində haqqı var. Ailənin sənin üzərində haqqı var. Hər haqq sahibinə haqqını ver. Əbu Dərda bunu Peyğəmbərə danışdı. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurdu. Səlman doğru söylədi. Görürsünüzmü?
dostunla vaxt keçirmək, gözəl yemək yemək, yatıb dincəlmək, bunlar dindən ayrı şeylər deyil, bunlar dinin özüdür. Balans pozulanda evdə huzur qalmır. Bəzi insanlar elə bilir ki, zühd, yəni dünyaya bağlanmamaq, dünyanı pisləməkdir. Bir gün İmam Əli əleyhissalam bir adamın dünyanı pislədiyini, lənət olsun bu dünyaya, bu dünya aldadıcıdır deyib qışqırdığını eşidəndə, İmam əleyhissalam onu saxladı və buyurdu: Ey dünyanı pisləyən şəxs, aldanan sənsən, dünya səni aldatmadı, dünya sənə xəbərdarlıq etdi, sən görmədin. Sonra İmam Əli əleyhissalam dünyanın əsl mahiyyətini izah edən bu möhtəşəm sözləri dedi. Dünya doğru olanlar üçün doğruluq yurdudur. Dünya anlayanlar üçün qurtuluş yeridir. Dünya Allahın dostlarının səcdəgahıdır, məscididir. Dünya Allahın mələklərinin endiyi yerdir. Dünya möminlərin ticarətxanasıdır. Onlar burada yaxşılıq edərək Allahın rəhmətini qazanırlar. Dünya pis deyil, pis olan sizin dünyaya olan münasibətinizdir. Əgər siz dünyada işləyib pul qazanmasanız, sədəqə verə bilərsinizmi? Xeyr. Əgər siz ev tikməsəniz, ailənizi qoruya bilərsinizmi? Xeyr. Deməli, dünya cənnəti qazanmaq üçün bir alətdir. Aləti atmayın, alətdən istifadə edin. İmam Sadiq əleyhissalam buyurur: Axirəti üçün dünyasını tərk edən də, dünyası üçün axirəti tərk edən də bizdən deyildir. Gəlin işləmək ibadətdir fikrini bir hekayə ilə möhkəmləndirək. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Təbuk səfərindən qayıdırdı. Səhabilərdən Səd bin Muaz radiyallahu anh onu qarşılamağa gəlmişdi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onunla görüşərkən Sədin əllərinin çox sərt, qabarlı və çat-çat olduğunu hiss etdi. Soruşdu: Ey Səd, əllərinə nə olub? Səd dedi: Ya Rasulallah, ailəmin ruzisini qazanmaq üçün torpaq qazıram, belliyirəm, ona görə əllərim bu gündədir. Bunu eşidən kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurdu: Bu elə bir əldir ki, ona cəhənnəm atəşi dəyməyəcək. Ey işinə görə namazı çatdırmadığını düşünən, amma vicdanla işləyən izləyicimiz, sizin o işiniz, o alın təri, ibadətdir. Siz övladınıza halal çörək aparmaq üçün yorulursunuzsa, siz cihad meydanındasınız. İşləmək dünyapərəstlik deyil, işləmək kiməsə muhtac olmamaq, izzətli olmaqdır. Balans budur. Əliniz işdə olsun, qəlbiniz Allahda. Mevlana deyir ki, su gəminin içinə girsə batırar, altında olsa üzdürər. Dünya sevgisini qəlbinizə, yəni gəminin içinə salmayın, qoy əlinizdə, yəni altında qalsın. Onda sizi mənzilə çatdırar. Bəs biz bu balansı necə quraq? Gəlin günümüzü bölək. İmam Rıza əleyhissalam buyurur: Vaxtınızı 4 hissəyə bölün. Bir hissəsini Rəbbinizlə münacata, ibadətə, bir hissəsini dolanışığı təmin etməyə, işə, bir hissəsini sizi doğru yola yönəldən, eyiblərinizi göstərən dostlarla görüşməyə, bir hissəsini isə həlal ləzzətlərə, istirahət, ailə, gəzintiyə ayırın. Və imam əlavə edir: Bu 4-cü hissə istirahət olmasa, digər üçünü etməyə gücünüz çatmaz. Görürsünüzmü? İstirahət etmək, gəzmək, gülmək vaxt itkisi deyil. Bu sizə ibadət üçün enerji verən mənbədir. Robot deyilsiniz. Bugün özünüzə icazə verin. Çıxın gəzin, ailənizlə şam yeməyi yiyin. Və bunu edərkən, Allahım, sənə şükürlər olsun bu gözəlliklər üçün deyin. O zaman hər anınız ibadətə çevrilər. İndi isə əziz və dəyərli izləyicilər, gəlin o ipin üzərindəki tarazlığı quraq. Nə dünyanı ataq, nə axirəti, ikisini də istəyək. Allah bizə Quranda ən gözəl duanı öyrədir. Bu dua balansın zirvəsidir. Gözlərinizi yumun və hər iki dünyanın gözəlliyini istəyərək bu duanı təkrar edin. Rəbbənə ətinə fid-dunya həsənə. Rəbbimiz, bizə bu dünyada gözəllik, yaxşılıq, bərəkət, huzur ver. Məni dünyada zəlil etmə. Və fil-əxirəti həsənə. Və axirətdə də gözəllik, cənnət və rəhmət ver. Əbədi yurdumu da abad et.
Allahümme inni əs'əlukel huda və tuqa. Allahım, səndən hidayət və təqva istəyirəm. Vəl-əfafə vəl-ğinə və səndən iffət və könül zənginliyi, dünya malı ilə kiməsə möhtac olmamağı istəyirəm. Həyata qarışmaq üçün qalxın, işinizə gedin, ən yaxşısını edin. Ailənizi qucaqlayın, sevginizi göstərin, namazınızı qılın, Rəbbinizlə danışın. Budur İslam. İslam həyatdan qaçış deyil, həyatın ta özüdür. Sizin də əlləriniz qabarlı ola bilər, amma ruhunuz təmiz olsun. Əgər bu video sizə həyatı sevdirdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun, kanalımıza abunə olun və rəy bölməsində bu möhtəşəm duanı yazaraq möhürləyin. Rəbbimiz bizə dünyada da, axirətdə də gözəllik ver. Dünyanız abad, axirətiniz cənnət, tarazlığınız daim olsun. Hələlik, Allah amanında.